Salam müəllimlər və şagirdlər, necəsiniz? İnşallah yaxşı olmuş olarsınız. Biz Azərbaycan dilinin 3-cü bölməsi olan söz yaradıcılığına bu dəfə toxunacağıq. Onun əsas məqamlarına. Söz yaradıcılığına keçməmişdən öncə bir qeyd də sizin üçün nəzərinizə çatdırım ki, buradan YouTube kanalımızdan söz yaradıcılığına və ya fonetika olsun, leksika olsun, arda hamısı çəkiləcək. Qulaq asdıqca mənim Instagram səhifəmdə daxil olub hər mövzuya dair test yığmışam. Buradan qulaq asıb digər tərəfdən öz biliklərinizi test işləyərək möhkəmləndirə bilərsiniz. Gəldik söz yaradıcılığına. Söz yaradıcılıqda ilk öncə biz nə öyrənəcəyik? İlk öncə biz öyrənəcəyik burada söz yaradıcılığının yolları, sonra ikinci məqamda öyrənəcəyik şəkilçilər, yəni milli və alınma şəkilçilər. Sonra öyrənəcəyik üçüncü məqamda mürəkkəb sözlərin yazılışı. Digər məqamda öyrənəcəyik burada eyni köklü sözlər. Eyni köklü sözlər neçə yolla yaranır? Hansı üsullarla bir-birindən ayırmaq olar? Feildən yaranmış eyni köklər və yaxud isimdən yaranmış eyni kökləri bir-birindən necə ayırmaq lazımdır? Ayıraraq da hamısını bir-bir izahını verəcəm. Eyni köklü sözlər. Eyni köklü sözlər. Gələk bir-bir hamısı haqqında ətraflı məlumat verək. Gəldik ilk öncə. Biz söz yaradıcılığı. Söz yaradıcılığı dedik ki, söz yaradıcılığı dedik ki, iki yolla yaranır. Bir yol olur morfoloji, yəni düzəltmə sözlər, şəkilçilərin köməkliyi ilə. Digər isə sintaktik, yəni sözlərin köməkliyi ilə mürəkkəb sözlər yaranır. Morfoloji, yəni düzəltmə sözlər, şəkilçilərin köməkliyi ilə. Şəkilçi, belə yazın. Digər tərəfdən də öyrənəcəyik sintaktik, yəni sözlərin köməkliyi ilə. Sintaktik, yəni sözlərin köməkliyi ilə, bu da olur mürəkkəb sözlər. Sözlərin köməkliyi ilə mürəkkəb sözlər. Gəlin ilk öncə morfologiyaya nümunə göstərək, morfoloji üsulundan yaranır. Məsələn, göstərə bilərik bağban. Baxıram ki, sözün kökü bağ. Ondan da əlavə bir qeyd də verim ki, sözün kökü bu formada, leksik şəkilçi bu formada, qrammatik şəkilçi oval formada, sözün başlanğıc hissəsi aşağı tərəfdən ta ki qrammatik şəkilçi qədər olan hissə götürülür. Bağ sözün köküdür, isimdir. Ban leksik şəkilçi əlavə edərək, bir variant şəkilçi əlavə edərək düzəltmə söz yaratdıq. Eyni ilə kitab da olsun, kitabça, sözün kökü kitab, leksik şəkilçi əlavə etdim, yeni söz yaratdım. Sözün başlanğıc forması da leksik şəkilçi ilə birgə götürülür. Bağban, kitabça, balıqçı, dəmirçi, dəmirxana, kitabxana saydıqca saymaq olar. Yəni leksik şəkilçilərin köməkliyi ilə düzəlir. Leksik şəkilçilər haqqında da birazdan sonra məlumat verəcəm. Yəni yeni söz yaradır. Gəldik sintaktik üsulla yaranan mürəkkəb sözlər, yəni sözlərin köməkliyi ilə. Olur məsələn, bir neçə söz birləşib mürəkkəb söz yarada bilər. Əl, üz, yu, yan. Və yaxud olsun foto, çəkiliş. Və yaxud olsun, canım sizə desin, fotoaparat. Baxırıq əl, üz, yan. Üç sözün birləşməsindən yaranıb foto, iki sözün birləşməsindən yaranmış mürəkkəb sözdür. Fotoaparat, iki sözün birləşməsindən yaranmış mürəkkəb sözdür. Baxırıq ki, bunların kök hissəsi bütövlükdə götürülür. Biz bilirik ki, mürəkkəb sözlər
bir leksik təhlil altında götürülür. Leksik təhlil altında da götürülür. Bir sözü tərkibinə görə təhlil eləyəndə də bir tərkib altında götürülür. Ayrı-ayrı parçalamaq olmaz. Gəldik sözlərin quruluşu haqqında da. Sözün yaranma yolları haqqında bu qədər qısa məlumat kifayətdir. Gəldik sözün quruluşu haqqında. Sözün quruluşu. Sözün quruluşu. Sözün quruluşu dedik, sözlər quruluşuna görə 3 yerə bölünür. Sadə, düzəltmə və mürəkkəb. Mürəkkəb. Sadə sözlər, düzəltmə sözlər, mürəkkəb sözlər. Dedik, sadə söz bir kökdən ibarət ola bilər və yaxud kökündə qrammatik şəkilçi ola bilər. Qrammatik şəkilçi sözün formasını dəyişir, quruluşuna təsir edə bilmir. Məsələn, nümunə kimi sadə sözə göstərək. Məsələn, elə olsun kitab və yaxud dağ, vətən və yaxud olsun vətəndən. Baxıram ki, qrammatik şəkilçi dedik ki, sözün heç bir quruluşuna təsir edə bilmir. Sadə formada olaraq qalır. Düzəltmə sözlər. Dedik, düzəltmə sözlər leksik şəkilçilərin köməkliyi ilə yaranır. Leksik şəkilçilərin də mahiyyəti nə idi? Sözə qoşularaq yeni bir məna çaları yaradırdı. Yeni bir söz yaradırdı. Söz düzəldici şəkilçilər əlavə edirik. Məsələn, olsun kitabxana, kitabxana və yaxud olsun vətənpərvər və yaxud olsun xətkeş. Baxırıq, sözün kökü kitab, xana leksik şəkilçidir. Vətən sözün köküdür, pərvər leksik şəkilçidir. Xət sözün köküdür, keş leksik şəkilçidir. Bunların da tərkibinə görə təhlil eləyək. Sadə söz olduğunu bir kök altında götürülür. Gəldik mürəkkəb sözlər. Mürəkkəb sözlər bir neçə yolla yaranır. Dedik ki, mürəkkəb sözlər bir neçə sözlərin birləşməsindən yaranan sözlərə mürəkkəb sözlər deyilir. Mürəkkəb sözlərin bir neçə yolu var, yaranma yolu. Onlardan birinci yol iki və daha artıq müxtəlif sözlərin birləşməsindən yarana bilər. Bayaq nümunə kimi də göstərdim. Məsələn, əl, üz, yu, yan. Və yaxud canım sizə desin, nümunə kimi göstərək. Çoban yastığı. Bir neçə, iki sözün birləşməsindən əmələ gəldi. Sonra digər də var ki, məsələn, hansı mürəkkəb sözlər ola bilər? Yaxın mənalı sözlərin köməkliyi ilə. Məsələn, hansı olur? Toyuq cücə olsun. Toyuq cücə. Toyuq cücə. Sonra canım sizə desin, olsun qardaş bacı, yaxın mənalı sözlərin köməkliyi ilə yarana bilər. Sonra antonim sözlərin köməkliyi ilə yaranan var ki, məsələn, olur axşam, səhər və yaxud olsun gec, tez, ağ, qara. Sonra eyni sözün təkrarı ilə yarananlar, məsələn, eyni sözün təkrarı ilə yarananlar olsun dadlı, dadlı və yaxud duzlu, duzlu olsun, canım sizə desin, gülə, gülə, gedə, gedə. Mürəkkəb sözlərin eyni sözün təkrarı ilə yaranan mürəkkəb sözlərdir. Bir də var, hansı sözlər vardır? Qeyri, əks, bir də ober sözlərinin köməkliyi ilə yaranan mürəkkəb sözlər vardır ki, məsələn, nümunə kimi göstərək. Qeyri, fəal. Sonra canım sizə əks kəşfiyyatçı, əks fikir. Sonra canım sizə desin. Sonra bir də var idi mürəkkəb sözlərin digər üsulu isə ba, ha, bir də a şəkilçilərin köməkliyi ilə ki, bunlar nə yaradır? Bunlar mürəkkəb zərflər yaradırdı. Bir də mürəkkəb canım sizə desin isimlər yaradırdı. Məsələn, deyirik qaça,
qaç. Sonra canım sizə desin, get ha get. Get ha get. Və s. Yazdıqca yazmaq olar. Mürəkkəb sözlərin yaranma yollarını sadaladıq. Bir də var, bir əlavə qeyd də verim elə sizə burada. Yadıma düşmüşkən. Bəzən testlərdə bizim qarşımıza çıxır ki, sözün kökü nədir? Və yaxud söz özü nədir? Və yaxud söz nədən düzəlir? Və yaxud nədən yaranıb? Ən çox da testlərdə qarşımıza çıxan bu üçüncü məqam indi izahım verir. Söz nədən düzəlir və yaxud nədən yaranıb? Gəl ilk öncə sözün kökü. Sözün kökü nədir? Və yaxud yarana bilər ikidə. Söz özü nədir? Söz özü nədir? Bir də verə bilər bizə söz nədən düzəlib və yaxud nədən yaranıb? Söz nədən düzəlib və yaxud... Gələk bunu nümunələr üstündə göstərək bir-bir. Məsələn, yazaq burada bağbançılıqdakı. Bir belə söz də yaza bilər. İki nümunənin üzərində izahım verim. Bir də yazaq güldandakılar. Güldandakılar. Bu iki söz yazdım. İki sözün üzərində daha aydın izah etmək üçün. Məsələn, əgər sözün kökü deyirsə, ilk öncə biz bunu kök və şəkil sözün tərkibinə görə təhlil edək. Bağ, bağban, leksik şəkilçidir. Çı sözümüz olmadığına, bağbancı sözümüz olmadığına görə biz bağbançılıq, çılıq şəkilçini bir götürəcəyik. Bir də dakı-dəki leksik şəkilçidir. Gül, güldan leksik şəkildir. Dakı-dəki də leksik şəkilçidir. Lar-lər də qrammatik şəkilçidir. Əgər məndən sözün kökünü istəyirsə, avtomatik başlanğıc formasında çəkin mən bunun. Başlanğıc formaları dedik ki, qrammatik şəkilçiyə qədərdir. Əgər məndən sözün kökünü istəyirsə, mən avtomatik sözün kökünə baxacağım. Sözün kökü bağ sözüdür və isimdir. Fərqli işarələrlə göstərək ki, bir-birindən ayırmaq üçün. Yox, söz nədir deyəndə mən avtomatik sözün başlanğıc formasına baxacağım. Sözün də başlanğıc forması tam da dakıya qədərdir. Baxıram. Bağbançılıqdakı hansı sözün başlanğıc forması oldu? Bu hissə. Yəni başlanğıc hissəyə olan hissə. Sözün başlanğıc forması oldu sifət. Bağbançılıqdakı hansı sualını verdi. Burada da verdi güldandakı. Bunun da elə başlanğıc forması güldandakı sifətdir. Aha. Elə bunun da başlanğıc forması bu formadadır. Başlanğıc forması, daha doğrusu sözün kökü, güldandakıların sözün kökü güldür. Gəldik əsas məqama. Söz nədir və yaxud nədən yaranıb və yaxud nədən düzəlib? Söz nədən düzəlib, daha doğrusu və yaxud nədən yaranıb? Əgər söz nədən yaranıb deyirsə mənə, sonuncu leksik şəkilçidən ön hissəyə baxacağım. Məsələn, bağbançılıqdakı dakıdan önə baxacağım. Eynən güldandakılardan dakıdan önə baxacağım. Deməli, bağbançılıqdakı söz nədən düzəlib? Bağbançılıq nə? İsimlə düzəlib. Güldandakılarda da söz isimlə düzəlib. Güldan nə? İsimlə düzəlib. Deməli, sonuncu leksik şəkilçidən önə baxacağım. Sonuncu leksik şəkilçidən önə baxdım. Demək, yəni, əgər məndən söz nədən düzəlir və yaxud nədən yaranıb dedikdə, sonuncu leksik şəkilçidən önə baxacağım. Yox, əgər mənə bir kök, bir leksik şəkilçi verdisə, onun üzərində göstərim. Məsələn, bizə verdi, elə bağbançılıq sözünü götürək. Bağban sözünü.
Bağ, ban. Mən baxıram ki, sözün kökü bağdır. Ban da leksik şəkilçidir. Biz demişdik axı, söz nədən düzəlir və yaxud nədən yaranda sonuncu leksik şəkilçidən önə baxacaq. Burada sonuncu leksik şəkilçisi bandır. Bandan da digər sonra leksik şəkilçilər olmadığına görə mən avtomatik elə banın önünə baxacağam. Elə bunu sonuncu leksik şəkilçi kimi qəbul edib ban leksik şəkilçidən önə baxacağam və bağ sözündən yaranır, yəni isimdən yaranır. Gəldik digər məqama. Sözün quruluşu haqqında məlumat verdik. Söz kökü nədir? Söz özü nədən düzəlib? Söz özü nədən yaranır və yaxud nədən düzəlib? Bu hissəsini izah verdim. Keçirik indi digərsə şəkilçilər haqqında məlumat verəcəm sizə. Şəkilçilər. Şəkilçilər haqqında məlumat verəcəm sizə. Şəkilçilər. Biz bilirik ki, şəkilçilər iki yerə bölünür. Biri var leksik şəkilçilər, şəkilçilər, bir də var qrammatik şəkilçilər. Əvvəl danışdıqlarımda qısa-qısa da olsa leksik şəkilçilər haqqında məlumat vermişəm. Leksik şəkilçilərin şərt işarəsi budur, qrammatik şəkilçilərin şərt işarəsi oval formadadır. Biz leksik şəkilçilərə dedik ki, leksik şəkilçilər nədir? Söz düzəldici şəkilçilər. Söz düzəldici şəkilçilər. Qrammatik şəkilçiyə də deyəcəyik, söz dəyişdirici və yaxud formasını dəyişdirici. Söz dəyişdirici və yaxud forma dəyişdirici şəkilçilər deyəcəyik. Biz leksik şəkilçilərə dedik, xana. Leksik şəkilçilər özü iki yerə bölünür. İlk öncə onu da deyim. Milli şəkilçilər var, bir də alınma şəkilçilər. İlk öncə alınma şəkilçilərdən başlayaq. Kar, xana, sonra canım sizə desin keş, sonra pərvər, pərəz, sonra canım sizə desin şunas, bina, anti, sonra sonra ba. Ba şəkilçilər var ki, bunlar alınma şəkilçilərdir. Sonra canım sizə desin, bunlar oldular alınma şəkilçilər. Digər tərəfdən də milli şəkilçilərimiz hansıdır? Məsələn, sov, gil, canım sizə desin daş, sonra sal və yaxud lag və yaxud dey. Bunlar milli şəkilçilərdir. Milli şəkilçilər. Biz bəzən bizim belə bir şərt bizim qarşımıza çıxa bilər ki, deyə bilər ki, və yaxud sualın şərti ola bilər ki, deyər ki, bu alınma şəkilçilər hər zaman alınma sözlərə qoşulur. Yanlışdır. İndi nümunələrlə göstərəcəm. Aydınlıqla ki, aydın olsun sizin. Nümunələrlə göstərəcəm ki, aydın olsun sizin üçün. Gəldik, baxırıq. İlk öncə qrammatik şəkilçiləri də göstərim, sonra milli sözlərin önünə artırılmış alınma şəkilçiləri göstərirəm. Məsələn, tutalım, qrammatik şəkilçiləri hansıdır? Qrammatik şəkilçilər ismin bütün şəkilçiləri, məsələn, hansıdır? Cəm, hal, mənsubiyyət, sonra canım sizə desin, şəxs sonluğu nə idi? Şəxs xəbərli şəkilçisi, şəxs xəbərli şəkilçisi, sonra feillərdən, feilin hansı şəkilçilərdir? Zaman, sonra canım sizə desin, təsriflənən və təsriflənməyən hansılar ki, məsələn, məsdər, feili sifət, feili bağlama, feilin şəkillərinin şəkilləri, bunlar hamısı feilin sonra feilin bir dənə qrammatik məna növlərinin şəkilçiləridir ki, məlum, məlçu, qayıdış, qarşılıq, birgəlik, məlumun şəkilçisi yoxdur.
icbar növ. Bunlar leksik şəkilçilərdir. Ancaq təsriflənən, təsriflənməyən, sonra canım sizə desin, təsriflənməyən, sonra inkarlıq şəkilçiləri, canım sizə desin, şəxs sonluqları şəkilçisi, şəxs sonluqlarının şəkilçiləri. Bunlar hamısı qrammatik şəkilçilər sayılır. Aha, gəldim bayaqki qeydimiz haqqında məlumat verməyə. İlk öncə bir hamısı haqqında məlumat verim. Məsələn, dedik ki, şəkilçilər haqqında şəkilçilər. Şəkilçilər haqqında dedik ki, bayaq sadaladığım alınma şəkilçiləri var idi ki, hansı alınma şəkilçiləri idi ki, na, bi, sonra ba, bir də la, sonra canım sizə desin, bu şəkilçilər üzərində idi ki, anti. Bu şəkilçilərin üzərində idi ki, alınma sözlərə qoşulurdu, milli sözlərə də qoşula bilərdi. Məsələn, alınma sözlərdən nümunələr göstərək. Nalayiq. Və yaxud canım sizə desin, ba, səfa. İndi milli sözlər göstərəcəm sizə. Milli sözlərdən 3 sözdür ki, onların da önünə artırılır. Məsələn, nadinc. Bu bizim milli sözdür, dinc. Sonra na, ki. Bir də var, canım sizə desin, kişi. Bir də var, na, təmiz. Na, təmiz ki. Bunlar üçü milli sözdür. Milli sözlərin də üzərinə demək, alınma şəkilçiləri artırıla bilər. Alınma şəkilçilərdə biz bilirik ki, önə artırıldığına görə, həm ümumiyyətlə leksik şəkilçilərdir. Önə artırılanda bu formada təhlil olunur. Tərkibinə görə bu şəkildə təhlil olunur. Məsələn, göstərək. Olur, nadinc, na, təmiz. Aha. Sonra bir də bir məqam var. O da şəkilçilər haqqındadır. Məsələn, lan, laş şəkilçisidir ki, lan, laş, lanlən, lanlaş. Bu şəkilçilər bir-birindən nə zaman parçalana bilər, nə zaman ayrıla bilməz. Biz onu nə ilə yoxlayacağıq? Bu şəkilçilərdən sonra avtomatik mag-meg şəkilçiləri tətbiq edirik. Götürdüsə parçalana bilir. Məsələn, nümunələrlə göstərək. Salamlaşdı. Salamlaşdı. Bir də yaza bilərik. Odlanmaq, odlanmaq. Bir də yaza bilərik. Odlanmaq yazmayaq. Belə bir daha rahat göstərim. Odlandı. Belə bir ifadə də yazaq, söz yazaq. Bir də yazaq, canım sizə desin, halallaşmaq. Halallaşmaq. Baxıram, sözü kök və şəkilçiyə ayırıram. Tərkibinə görə təhlil edirəm. Salam. Salamladan sonra salamlamaq ifadəmiz olduğuna görə ladan sonra mən avtomatik mag-məgi əlavə edirəm. Deməli, götürdüsə lanı parçalamaq olar. Salamlamaq ifadəmiz var. Sonra salamlaşmaq ifadəmizdə olduğuna görə buradan da sonra mag-məg əlavə olunur. Salamlaşmaq ifadəmiz olduğuna görə deməli layla şı bir-birindən fərqli leksik şəkilçilər kimi qəbul olunur. D da qrammatik şəkilçidir. Yenə odlamaq sözünü də təhlil edək. Sözün kökü od. Oddan odlamaq deyə ifadəmiz olduğuna görə ocağı odlamaq. Deməli, mən mağı əlavə edə bildimsə, mən onu təkcə leksik şəkilçi kimi qəbul edəcəm. Eynən odlanmaq, alışmaq, yanmaq, odlanmaq deyə ifadəmiz olduğuna görə n-ını da yenə mən tək bir leksik şəkilçi kimi götürə bildim. D da
zaman şəkilçisi olduğuna görə qrammatik şəkilçi qəbul olunur. Gəldik halallaşmaq ifadəsinə. Bu halallaşmaq ifadəsini belə yazım ki, daha yaxşı olsun. Məsələn, sözümüz olsun, buradan halallaşdı. Məsələn, sözün kökü olsun halal. Halaldan halallamaq sözümüz olmadığına görə avtomatikmən halallaşmaq, laşdan sonra maq qəbul olundu, hissə isə qəbul etmədi deyən bütövlükdə əlavə etdiyimə görə halallaşmaq. Bütövlükdə götürdüyünə görə bütövlükdə bir leksik şəkilçi kimi götürülür. Bu da zaman şəkilçisidir, qrammatik şəkilçidir. Bunu belə bir-birindən ayırmaq olar. Sonra canım sizə desin, elə burada bax şəkilçilər haqqında bir başqa bir məqam da var. Onun da sizə yeri gəlmişkən qeyd edeyim ki, sonra çaşqınlıq yaratmasın. Məsələn, belə bir şəkilçimiz də var, çılıq. Bir də var, bütövlükdə çılıq şəkilçimiz də var. Nümunələrlə göstərək. Məsələn, olsun, pambıq, çılıq. Sonra yazaq buradan da nə yazaq bir də? Toyuqçuluq. 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 Pambıq sözün köküdür. Pambıq. Pambıqdan da pambıqçı insan yaratdı. Pambıqçılıq yeni bir söz yaratdı. Leksik şəkilçilərlə. Bir də var, toyuqçuluq olsun və yaxud başqa nümunələrini göstərə bilər. Çobançılıq olsun, uzunçuluq olsun. Bir nümunəni yazıram ki, izahım vermək üçün. Sözün kökü olsun toyuq. Toyuqçu sözümüz olmadığına görə toyuqçuluq bütövlükdə bir leksik şəkilçi altında götürülür. Toyuqçuluq, yəni toyuqçuluqla məşğul olan insanlar. Aha, gəldik sonra şəkilçilər haqqında bura qədər. Digər, məsələn, bir hissədə var, onun da izahını verim şəkilçilər haqqında. Şəkilçilər haqqında işimizi bitirək. Məsələn, belə bir qarşımıza şərt çıxa bilər. Deyər ki, başlanğıc formaya qrammatik şəkilçi daxil ola bilməz. Ancaq yadınızda saxlayın. Gil, daçı, dəki. Sonra, daçı, mən 2 niyə qoydum bunun başını? 4 niyə qoydum daçı, dəki? Daçı, dəki 2 variantlı şəkilçi. Çı, 4 variantlı şəkilçi. Siz, siz 4 variantlı şəkilçi. Bir də li, lü 4 variantlı şəkilçilərdir ki, bax bu. Bu 5 şəkilçidir ki, bax bu şəkilçilərdən öncə qrammatik şəkilçi gələ bilər və başlanğıc formanın daxilində götürülə bilər. Məsələn, nümunə ilə göstərək. Məktəbli olsun, məktəbimizdəki və yaxud nümunə ilə göstərək. Xalamgildəki. Aha, xalamgildəki. Sözün başlanğıc kökü məktəb, məktəbimizdəki. Xala, mənim xalam mənsubiyyət şəkilçisi, gil leksik şəkilçi, dəki də leksik şəkilçi. Baxıram ki, başlanğıc formaya bal kimi daxil oldu qrammatik şəkilçi. M mənsubiyyət şəkilçisidir. Yenə ımız, umuz də mənsubiyyət şəkilçisidir. Buna ümumiyyətlə qrammatik şəkilçilərdən cəm şəkilçisi, mənsubiyyət şəkilçisi, hal şəkilçisi daxil ola bilər. Ancaq bax bu şəkilçilərdən öncə gəlmək şərti ilə. Sonra bir başqa bir məqam da var. Onu da sizə elə burada yeri gəlmişkən onu da izahım verim. Məsələn, bir var I4 variantlı şəkilçi, bir də var A2 variantlı şəkilçi. Bu iki şəkilçinin qısaldılmışı Q2 kimi tələf olur. Bu nə zaman baş verir? Bu samitlərdən öncə saitlə başlanan, son hecası saitlə bitən söz olsun. Gəl, nümunələr əsasında göstərək. Məsələn,
Verdi, canım sizə desin, böyük sözü və yaxud elə versin, soyuq sözü, soyuq sözü, soyuq sözü. Buradan versin bizə, canım sizə, titrək sözü, titrək. Sözü tərkibinə görə təhlil edin. Böyük, böyüdən, böyük. Soyudan, soyuq. Titrədən, titrək. Mən baxıram ki, bu bilmirəm, aqın qısaldılmışı çıdır, yoxsa ıqın qısaldılmışı çı və ya ıqın qısaldılmışıdır. Mən nə edəcəm avtomatik? Onu bilmək üçün özündən əvvəlki hərfə baxacağım. Qapalı saytla bitibsə, bilirəm ki, ıqın qısaldılmışıdır. Iq, iq, uq, ün. Yox, özündən əvvəlki sayta baxacağım. Açıq saytların qısaldılmışıdırsa, deməli bu aq, əqin qısaldılmışıdır. Bunu da niyə ç və yaxud q kimi yazılır? Çünki iki dənə sayt dilə düzgün yatmır axım. Necə deyək biz, titrə ək və yaxud soyuq deyə bir axım dilə düzgün yatmır, düzgün ola bilməz. Ona görə də avtomatik ı və a düşür. Sonra gəldik, canım sizə desin, bizdə qaldı orada eyni köklü sözlər qalmalıdır məncə. Aha. Gəldik, eyni köklü. Eyni köklü sözlər. Eyni köklü sözlər dedik nədir? Eyni köklü, eyni kökdən yaranan və daxilində ən azı bir leksik şəkilçi olmalıdır ki, eyni köklü sözlər yaratsın. Eyni köklü sözlər. İndi eyni köklü sözlər hansı yolla yaranacaq, onların bir-bir izahını verəcəm sizə. Məsələn, eyni köklü sözlər ilk öncə, biz ilk öncə eyni köklü sözlərdə sözlərin kökü eyni olmalıdır. Sözlərin kökü eyni olmalıdır. Məsələn, nümunələrlə göstərək. Gülçü, güllük və yaxud güllü, güldəki, güldəki. Baxıram ki, sözlərin kökü gül isimdir, gül isimdir, gül isimdir, gül isimdir, gül isimdir. Baxıram ki, isimdir. Yəni sözlərin kökü eyni olmalıdır. Yəni eyni nitq hissəsindən eyni nitq hissəsi olmalıdır. Bunu digər nümunələrlə göstərmək olar. Sıxıntı, sıxdır və ya sıxılmaq, sıxışdırmaq. Belə nümunəni də göstərmək olar. Sonra gəldik ikinci məqam isə, canım sizə desin. Eyni köklü sözlər eyni sözdən yaranmaya bilər. Eyni köklü sözlər eyni sözdən yarana bilməz. İndi nümunəni göstərəcəm. Yarana bilməz. Məsələn, nümunə ilə göstərək. Nümunə əsasında göstərək. Gülçülük. Sonra canım sizə desin. Gülçü. Bir də var güllü. Güllü. İlk öncə hər üçü eyni köklü sözlərdir. Hər üçü eyni köklü sözlərdir. Baxıram ki, gülçülük və gülçü eyni sözdən yaranıb, amma güllü fərqli sözdən yaranıb. Fərqli sözdən yaranıb. Sonra gəldik.
Sonra canım sizə desin, üçüncü məqamda isə kökündə ən azı bir leksik şəkilçi olmalıdır. Eyni köklü sözlərin kökündə ən azı bir leksik şəkilçi olmalıdır. Məsələn, nümunə ilə göstərək. Daşlı daşlıq və daşla. Bunlar hamısı daşlı, daşlıq, daşla. Ən azı bir leksik şəkilçisi olmalı daxilində. Sonra gəldik dördüncü əsas məqama. Onun haqqında bir ayrı qeyd verək. Dördüncü. Bu nə idi? Aha. Dördüncü məqam isə bu eyni köklülərlə bağlı. Baxın, bizim eyni köklü sözlərimiz var ki, amonim xarakteri daşıyır. Amonim. Bunlar hansı sözlərdir? Gül və yaxud sıx, yar, sonra canım sizə desin qır və yaxud qız və yaxud yaz və yaxud boya. Yazdıqca yazmalı. Boya, at, it, üz, düz, yağ, qaş. Bunlar hamısı omonim olan eyni köklü sözlərdir. İndi biz nə edəcəyik? Əgər bizə şərtində deyirsə, deyir ki, isimdən yaranan eyni köklü sözləri göstərin və yaxud feildən yaranan eyni köklü sözləri göstərin. Bizə bir məqam kömək eləyəcək bu anda. İstədiyimiz bir sözü götürə bilərik. İstədiyimiz söz, nə sözü götürək? Bunların içərisində ilə götürək. Yarda götürə bilərik, gül də götürə bilərik. Məsələn, götürdü yerə buradan gül sözünü, canım sizə desin. Gül sözünü götürdüm. İlk öncə qeyd edeyim burada hələ ki bunu gül sözünü. Aha. Baxıram ki, buradan məsələn, yazaq güllük, canım sənə desin, güllü, sonra gülüş, sonra canım sizə desin gülçü, sonra güllük, gülüş, gülçü, bir də güldür. Sözü yazaq belə, güldür. Aha, götürək gül sözünün ən asan rahat yolu. Gül sözünün bu həm nitq hissəsi olaraq feildir, həm də isimdir də. Feil tərəfindən də götürə bilərik, isim tərəfindən də götürə bilərik. Gətirək bunu götürək feil tərəfindən yox, isim tərəfindən götürək. Gəldik bunun isim tərəfini götürdük. İsim tərəfini götürürüksə, mən ona ən yaxın olan variantlardan və yaxud götürə bilərəm, yaxın mənasında çiçək götürə bilərəm və yaxud antonimin götürmək olar. Gül sözünün. Sonra məsələn, gül sözünün antonimi verək, çiçək. Mən gətirirəm bu çiçəyi, bu şəkilçilərin ön hissəsinə qoymalı. Məsələn, güllük eləyə bildim, elədim. Güllü və güllü bir paltar eləyə bildim. Gül, üş. Çaşdım. Çiçəklik eləyə bilirəm, artıra bilirəm. Çiçəkli eləyə bilirəm, eləyə bilirəm. Çiçəkliş eləyə bilmirəm. Deməli, bu feildən yaranır. Sonra çiçəkçi eləyə bilirəm, artıra bilirəm, bəli. Çiçəkdir, edə bilmirəm. Buradakı dur şəkilçi leksik şəkilçidir. Leksik şəkilçi yox, çaşdım. Güldür, feilin əmr şəklindədir. Yəni, feilə məxsus şəkilçidir. Əlavə edə bildim, edə bilmədim. Çünki mən çiçəyə dur şəkilçisini əlavə etsəm, avtomatik şəxs xəbərli şəkilçisi olacaq. Bizə də eyni köklü sözləri yaratmaq üçün leksik şəkilçi lazımdır. Əgər dırdiri çiçəyə əlavə etsəm, gərək o şəxs xəbərli şəkilçisi olar.
əlavə edə bilmədim. Deməli, bu da feildən yaranıb. Bunu bu üsulla tapsaq eyni köklü sözlər bizdə heç bir çətinlik yarada bilməz. Yaratdığım hansısa bir antonimini və yaxın mənasını şəkilçilərin önünə əlavə edirəm. Qəbul etsə bu isimdən yaranıb, qəbul etməzsə feildən yaranıb. O baxır şərtinə. Feildən yarananı da eynən bu üsulla yoxlasam daha rahat olar bizim üçün. Yəni alındıra bilərik. Eyni köklü sözlərə çətinlik çəkə bilmərik. Deməli, biz leksika haqqında bu qədər. Leksika haqqında bu qədər. Deməli, əgər ki, sual və təklifləriniz olsa, bayaq da ola bilər, haradasa mexaniki səhvimiz falan olsa, yaza bilərsiniz rəy bölməsini, ola bilər, insanı hər kəs səhv edə bilər. Tələskənlikdən baş verir. O demək deyil ki, bilmirik. Şükür ki, bilirik hər şeyi, maşallah. Ancaq ki, olur da tələskənlikdə hər kəs tələsib səhv edə bilər. Yəni, sizin də əlavə, məsələn, suallarınız, qeydləriniz varsa, rəy bölməsində qeyd edə bilərsiniz. Mən də cavablandıra bilərəm. Siz sağ, mən salamat. İnşallah digər mövzularda görüşməklə. Görüşənə qədər.